Şekerin şirniyyatın zərərlərindən danışmayan qalmadı. Ancaq insanın ürəyi doğrudan da bəzən şirin şeylər istəyir. Gəlin mən sizə 3 məsləhət verim. Həmin məsləhətlərə riayət etməklə həmin şirniyyatların qəbulundan minimum zərər alacaqsınız. Əlbəttə ki, qədərində istifadə etdiyiniz təqdirdə heç bir ziyanı yoxdur. Sadəcə enerji alırsınız. Lakin şirniyyat da elə bir şeydir ki, bir dəfə yediyin dayanmaq olmur. Birinci verəcəyim məsləhət, şirniyyat istəyiniz varsa və bir şirniyyatı yeməyə hazırlaşırsınızsa, mütləq bol sudan istifadə edin. Bəli, 2 stəkan suyu götürün, için, ondan sonra biraz da fikirləşməyə vaxtınız olacaq. İkinci verəcəyim məsləhət isə şirniyyat istifadəsindən əvvəl mütləq lifli bir qidadan istifadə edin. Bu, müxtəlif tərəvəzlər ola bilər. Məsələn, 1 ədəd bibər, 1 ədəd kök və yaxud da ki, xiyar. Fərqi yoxdur. Tərəvəzlərin tərkibində olan liflər sizin şirniyyatdan alacağınız çox asan mənimsənilən karbohidratların, yəni şəkərlərin bədən tərəfindən mənimsənilmə sürətini aşağı salacaq. Üçüncüsü isə heç vaxt, amma heç vaxt ət yeməyindən sonra şirniyyatdan istifadə etməyin. Bu 3 sadə məsləhətə əməl etməklə şirniyyat istifadəsini özünüz üçün daha təhlükəsiz formaya gətirə bilərsiniz.